9 Mart 2026-cı il saat 09:10 -2 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Cabanı, Həmiyəli, Çaylı, Qonaqkənd kənd yollarını qardan təmizləyir, yola qum duz qarışığı səpir. (9 Mart 2026-cı il saat 07:35 -2 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Avaxıl kənd yolunu qardan təmizləyir, yola qum duz qarışığı səpir. (9 Mart 2026-cı il saat 07:10 -3 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Dəmirçi kənd yolunu qardan təmizləyir və yola qum duz məhlulu səpir. (9 Mart 2026-cı il səhər saat 7:09 havanın temperaturu -1 dərəcə. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar idarəsinin işçi heyəti və texnikası tərəfindən görülmüş tədbirlər nəticəsində Bakı, Şamaxı, Yevlax avtomagistralının 104-120-ci kilometr illərində yollar qardan və buzdan təmizlənmiş, yollarda maşınların hərəkətində heç bir məhdudiyyət yoxdur. Hal-hazır yollar işlək vəziyyətdədir. 9 Mart 2026-cı il saat 06:00 -2 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Məlhəm və Çukurgöz kənd yollarını qardan təmizləyir, yola qum duz məhlulu səpir. (9 Mart 06:15 -2 dərəcə şaxta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Qızmeydan kənd yolunun qardan buzdan təmizləmə işləri görülür. Asfalt örtüyünə duz qum məhlulu səpilir. İş icraçısı Tural Mursaliyev. 9 Mart 2026-cı il saat 06:20 -2 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Nağarxana Pirqulu kənd yolunu qardan təmizləyir və yola qum duz qarışığı səpir. Sahə rəisi Şahin Rəcəbov. (9 Mart 2026-cı il 08:30 -2 dərəcə şaxta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Qəleyvurd Sis kənd yollarında asfalt örtüyündən qar və buz təmizləmə işləri görülür. Asfalt örtüyünə duz qum qarışığı səpilir. İş icraçısı Tural Mursaliyev. (9 Mart 2026-cı il saat 05:45 -1 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası
Şamaxı rayon Əngixaran kənd yolunu qardan təmizləyir. ...9 Mart 2026-cı il saat 05:00 -1 dərəcə şaxta. Tərəfimizdən Bakı-Şamaxı Yevlax magistral yolunun 105-120-ci kilometrliyinə baxış keçirilmişdir və yolun hərəkət hissəsində buzlanma qeydə alınmışdır. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası vasitəsilə yola qum-duz qarışığı səpilmişdir. Hal-hazırda Bakı-Şamaxı Yevlax magistral yolunun 105-120-ci kilometrliyində avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur.